maddi cəhətdən əgər imkanı olmasa necə? Peyğəmbər buyurur ki, İltəmisur rizqa bil nikah. Özünüzə belə deyək də ruzi libası geyinin. Necə geyinək ruzi libasını? Məsələn, bir şəxs deyir ki, mənim ruzim azdır, evləndim, maddi cəhətdən problem var. Peyğəmbər buyurur ki, İltəmisur rizqa bil nikah. Evlənməklə, nikahla nədir? Özünüzə ruzi libasını geyindirin. Ruzi libasını qəbul eləyin. Bir şəxs əgər evlənsə, Allah ona nədir? Ruzisini artırar. Və bəzi rəvayətlərimizdə də varid olub ki, əgər bir şəxs ruzisinin artmasını istəyirsə və ruzisinin çoxalmasını istəyirsə, bir, evlənsin, nikah eləsin, əqdi olsun bir xanımla, iki, həmişə xanımına çox sevsin və xanımına çox diqqət eləsin. Bu barədə də inşallah hədis gələcək.